Salam Şahin TV izləyiciləri, hər birinizi xoş gördük. Biz bugün Ağdam rayonundan Bənövşələr qəsəbəsi kimi adlanan bir ərazisindəyik. Gördüyünüz kimi Bənövşələr qəsəbəsinin üst hissəsində 4 sot yarımdan ibarət olan bir ərazimiz satışa çıxarıldı və nəzərinizə çatdırım ki, ərazimizin daxilində yerləşən tikilimiz də gördüyünüz kimi var və bu tikilinin uzunluğu 10 metr və eni 6 metrdən ibarətdir. Təcil olaraq bu ərazimiz satışa çıxarıldı. Quzanlıdan Əhməd Ağalıya gedən magistral trasının düz kənarında yerləşir gördüyünüz bu obyektimiz. Və nəzərinizə çatdırım ki, bura əvvəllər qəbir daş sexi kimi fəaliyyət göstərirdi və indi isə fəaliyyətini dayandırıb və satışa çıxarılıb. Dəyərli izləyicilərimiz, kim bura ilə bağlı bizə müraciət eləmək istəsə, bizim ekranda əlaqə nömrəmiz olacaq. Geniş məlumat almaq üçün həmin əlaqə nömrəsi ilə əlaqə saxlayaraq bizdən detallı məlumatı ətraf şəkildə ala biləcəksiniz. İndi isə ərazimizlə sizi yaxından tanış edək. Ərazimiz 4 sot yarımdan ibarətdir və bura gördüyünüz kimi tok sistemi də aktiv vəziyyətdədir. Tikilimizin arxa hissəsində belə bir şortçik də var. Gördüyünüz kimi belə bir çardaq da var, dəyərli izləyicilər. Yenə deyirəm, bura əvvəllər qəbir daşı sexi kimi istifadə olunurdu, fəaliyyət göstərirdi və indi isə öz fəaliyyətini itirib və təcil olaraq satışa çıxarılıb.